götürdü. Bakı 2015 ilk Avropa oyunlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan, Formula 1 üzrə Dünya Çempionatının 2016-cı il mövsümünün sayıca 8-ci yarışı olan Avropa Grand Prix'sini keçirməyə hazırlaşır. Paytaxt Bakıda ilk dəfə keçiriləcək bu mötəbər yarışda yaxından iştirak edərək tarix yazmaq istəyən könüllərin sayı gözlənildiyindən də çoxdur. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan Könüllülər Mərkəzi yarışa 5000 gənci cəlb etmək niyyətində idisə, müraciətlərin sayı 2 dəfədən artıqdır. 19 dekabr 2015-ci il tarixindən etibarən biz könüllülər üçün qeydiyyata başlamışıq. 2 fevral Gənclər günündə isə gördüyünüz bu Könüllülər Mərkəzinin açılışı olub. Avropa Grand Prix'sini keçirmək üçün bizə 5000 nəfər könüllü lazım olacaq və qürur verici hal odur ki, artıq 10.000 nəfərdən çox qeydiyyatdan keçiblər. 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 Avropa Grand Prix'sinə qatılmaq istəyən gənclər könüllülük proqramına müraciət edərək qeydiyyatdan keçirlər. Yarışdan 6 ay əvvəl başlayan proqram çərçivəsində könüllülərin seçimi və təlim prosesi aparılır. Formula 1 Bakı şəhər halqası yarışlarında könüllülərin qeydiyyatdan uğurla keçməsi və müsahibə otağına dəvət olması üçün yardım edirəm. Bu yarışların Azərbaycanda uğurla keçirilməsi üçün bir komanda olaraq əlimizdən gələni edirik. Ölkəmizdə belə mötəbər idman tədbirinin keçirilməsindən qürur duyduqlarını deyən könüllülər yarış zamanı faydalı təcrübə qazanacaqlarına inanırlar. Yarışda fəaliyyət göstərəcək gənclər arasında Avropa oyunlarında tarix yazan könüllülər də var. Biz Bakı 2015 könüllüləri olaraq ölkəmizin tarixinə 2015-ci ili qızıl hərflərlə yazdırdıq və mən inanıram ki, 2016-cı ildə də biz bunu bacaracağıq və əlimizdən gələni edəcəyik ki, 2016-cı il ölkəmizin tarixinə yeni bir tarix kimi yazılsın. Bu mənim ilk könüllü fəaliyyətimdir və belə bir yarışmanın ölkəmizdə keçirildiyi üçün qürur hissi duyuram və inanıram ki, bu Formula 1 yarışları mənə təcrübə qazandıracaq. Ona görə könüllü olmaq qərarına gəldim ki, Formula 1-də aldığım təcrübə gələcək həyatımda mənə kömək olduğunu düşünürəm. Həm də Formula 1-də könüllü olduğum zaman yeni dostlar qazanacam və xarici dil biliklərimi inkişaf elətdirəcəm. Yəni öz yaşlarıma da könüllü olmağı məsləhət görürəm. Qeyd edək ki, könüllülər Formula 1 yarışı üzrə Avropa Grand Prix'sinin bütün tədbirlərində, o cümlədən qonaqların qarşılanması, tamaşaçı və kütləvi informasiya vasitələrinin nümayəndələrinə yardım sahələrində işə cəlb olunacaqlar. Könüllülərin qeydiyyatı aprel ayına qədər davam edəcək. Cəmilə Ənifəyeva, Vüqar Quliyev, Səidə İntizar qızı, xəbərlər. Tamamilə iflasa uğrayan Ermənistanda isə ictimai-siyasi vəziyyət daha da gərginləşib. İşğalçı ölkədə vətəndaş hərəkatının daha bir üzvü həbs olunub.